Ben özüm şəhid qardaşıyam, iki şəhid qardaşıyam. Həm də Ağsu rayon Dəmir Yumruq Alfa A Cəmiyyətinin Ağsaqqallar Şurasının sədriyəm. Və bizim burada şair Abdullah müəllim Sanqalanlı iştirak edir, Ağsudandır. Bizim rəssamımız, şəhid bacısı Leyla xanım burada iştirak edir. Bizim Kürdəmirdən gələn anamız, Nəzərin anası burada iştirak edir. Biz bu günləri İkram qardaş, bu günləri Adəm balanın Mürrutda olan anadan olduğu gündür. Biz təbrik edirik. Onun şəhadətə qovuşmağı münasibətlə biz yenə də burada iştirak edirik. Onun məzarını ziyarət elədik. Allah ona qəni rəhmət eləsin, yeri cənnət məkan olsun. Sizə bir daha deyirik, başınız dik tutun, şəhid bacısı, anası, şəhid atası. Siz qəhrəman apalarsınız, siz qəhrəman analarsınız. Bütün şəhid anaları, şəhid atalarının qarşısında baş əyirəm və deyirəm, sizin övladlarınız ölməyib, sizin övladlarınız yaşayır. Onlar həmişə yaşayacaqlar. Biz bu geniş dünyada, bu firavan dünyada onların sayəsində yaşayırıq. Onlara dünya durduqca boşluyuq və nə qədər dünya var, biz onlara boşluyuq. Allah qəni rəhmət eləsin şəhidlərə və onların qarşısında baş əyirəm. Və bizim təqdimatımız olacaq, Dəmir Yumruq Alfa Cəmiyyətinin təqdimatı olacaq. Başda şair Abdullah müəllim bax buradadır, onun iştirakı ilə. Buyursun Abdullah müəllim. Mən ilk öncə istəyirdim ki, bizim təşəkkürnaməni şəhidimizə verilən təşəkkürnaməni onun atasına gəlir kardeşim təqdim eləsin büyük məmnuniyyətlə. Biz de sizin cəmiyyətə Qəbələ şəhid valideynlər adından teşekkür edirik. Büyük yol qət eləmişsiniz, gəlmişsiniz. Gələn ayaqlarınız var olsun. İkram bizim de dərd ortağımızdır. İkram bayaq qeyd elədim ki, Qəbələdə yeganə şəhid atasıdır ki, belə bir zəhmət çəkib, belə bir gözəl park qurub burada. Qəbələ şəhid valideynlər adından təşəkkür edirik və sağ olun ki, bizə bu şərəfi sizlər verdiniz. Biz də onu məmnuniyyətlə sizlərin adından Dəmir Yumruq Alfa Cəmiyyəti təşəkkürnamə Azərbaycan Respublikasının Ali Baş Komandanı Qalib Sərkərdə Cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasında haqq savaşı, vətən müharibəsində göstərdiyi şücaətə görə şəhidlik zirvəsinə ucalaraq şəhadətə qovuşan zəfər günü bizlərə yaşadan şəhid Heydərov Adəm İkramoğlu Dəmir Yumruq fəxri diplomuna layiq görülür və şəhid ailəsinə təqdim olunur. Vətən qarşısında xidmətləriniz unudulmazdır. Dəmir Yumruq Alfa Cəmiyyətinin sədri Əsədova Əsədova Ülviyə teşekkür ederek. Kiram buyur. Sağ olun.